tərəfindən axır zaman dövrü üçün seçilmiş Allahın sevimli qulu Vidadi Halola. Dünyada axırıncı insana qədər, yəni hamı məni olduğum kimi qəbul eləməlidir, bunun başqa tərəfi yoxdur. Allah qəbul etdirir, çünki mən Allahın o dərəcəsini qazandığım bir qulam. Mən imtihandan keçdim. Allahla şeytanın ikisinin də müşayiəti ilə. İnsan hisslərinin hamısını sonuna qədər. Mənim üzərimdə imtihan verdilər. Şeytan əllərini qaldırdığına başa uzardım. Bu dünyada nə qədər adam varsa, əlində kimin nə imkanı varsa, əlində olan imkanın yarısını mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın, dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan aşağıda mənəm. Ona görə Allah Teala mənə cənnət verdi, keyf verir. Kimin nə qazancı varsa yarısı mənimdir, keyf eləyəcəm indi həmən. Bu mənim haqqımdır. Kim ağıl gözü ilə indi məni görürsə, başa düşürsə, mənim haqqımı versin. Məlumat verim ki, belə bir halların tez-tez baş verməsi inandırım ki, hamısı yoxsulluqdandır. İnsanlarımızın başı gedib, yaxşılardan uzaqdır, yəni sağlamlardan uzaq. Hamısı yoxsulluqdandır. İnsanlarımız nə yiyir, nə içir, heç kim bir-birinə xəbəri yoxdur. Bizim millət, Azərbaycan milləti zəhmətkeş insanlardır. İnandırım Allaha. Amma elə bir devirə gəlib çıxmışıq ki, həqiqətən də bax, bizim belə insanlarımız əziyyət çəkir. Çünki beyin gedib, baş gedib. Yəni, gör nə vəziyyətə gəlib çıxıb ki, gör hansı yola əl atır ki, bu adam. Yəni, mən belə başa düşürəm ki, bu adam konkret başı gedib bu adamın. Yəni, nə bilim valla. Heç belə adamı dəlxana da qəbul eləməz. Gidə dəlxanada dəllərə ağıl verər. Yəni, belə adamı dəlxana qəbul eləməz. Çünki bu konkret çıxış yolu mümkün deyil. O adam o qədər diploz olubsa, o qədər adam beyində yükləyib ki, yəni iki dənə variantı var. Ya maşenliklə eləyir, ya da ki, həqiqətən də bu psixoloji olaraq beyni pozulur. Hamısı bu imkansızlıqdandır.